Azərbaycanın yerləşdiyi strateji məkan və ölkəmizin yüksələn beynəlxalq çəkisi cəmiyyətdə parçalanma yaratmağa, dövlət cəmiyyət birliyini zəiflətməyə yönəlmiş qüvvələrlə mübarizəni qaçılmaz edir. Təəssüf doğuran məqam isə odur ki, bu cəhdlərdə müəyyən şəxslər ön plana çıxarılır və onlar müxtəlif dairələr tərəfindən vasitə kimi istifadə olunurlar. Bu barədə öz fikirlərini Milli Məclisin deputatı Pərvanə Vəliyeva İki Sahil TV açıqlamasında bildirdi. Bu gün Azərbaycan tarixdə heç olmadığı qədər güclü və dayanıqlıdır. 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki ağır sınaqlardan, separatizm, səriştəsiz idarəçilik və vətəndaş qarşıdurmalarından ölkəmizi məhz ulu öndər, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti xilas etdi. Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bu xətt Prezident İlham Əliyev tərəfindən müdrikliklə və ardıcıllıqla davam etdirilir. Lakin uzun illər radikal qruplar, o cümlədən axıcı müsavat cütlüyü və bu qüvvələrə himayədarlıq edən şəxslər ölkəmizdə sabitliyi pozmağa, xalq iqtidar birliyinə xələl gətirməyə cəhdlər göstəriblər. Bu kimi cəhdlər ölkənin konstitusional quruluşuna, dövlətimizin gücünə kölgə sala bilməz. Çünki xalq ölkə rəhbərinə inanır və dəstəkləyir. Dövlətimizin və sabitliyimizin keşiyində duran dövlət orqanları milli maraqlara qarşı yönəlmiş istənilən fəaliyyəti vaxtında aşkarlayıb, qanunvericilik çərçivəsində zərərsizləşdirir və o cümlədən heç bir xəyanətkar cəzasız qalmayacaq. Dövlət başçımızın uğurlu siyasəti nəticəsində bütün xarici təsirlər hazırda neytrallaşdırılıb. Dövlətin mövqeyi birmənalıdır. Azərbaycanın təhlükəsizliyi, sabitliyi və xalqın rifahı hər şeydən üstündür. Bu səbəbdən ölkəmizin maraqlarına zidd hərəkət edən hər kəs bilməlidir ki, Azərbaycan güclü dövlətdir, xalq iqtidar birliyi sarsılmazdır və xəyanət heç zaman cəzasız qalmayacaq.